Bugün əzizim Sitarə xanımlar, hamilə xanımlar üçün icazə verilən və faydalı olan bir neçə yoga pozlarını sizlə bölüşəcəyik. Trikonasana pozasından başlayaq. Ayaqlar çanaq genişliyindən biraz aralı, tabanlarımızı buradakı xəttin üzərinə qoyacağıq. Pəncəmizin birini güzgüyə tərəf çeviririk. Əllərimizi kənarlara doğru açırıq. Ovucularımızın içi çölə baxır və yavaş-yavaş ovucumuzla aşağıya doğru əyilirik. Yüngül və xoş ağrı hiss eləyəndə dayanıb dərin nəfəs alacağıq. Başımızla da doğru çevrildiyi baş barmağımıza baxırıq. Əlimizlə ayağımıza harda toxuna biliriksə orada qalırıq. Ağırlığımızı ayağa salmamaq üçün əlimizi bu formada ayağımızın qarşısında. Ağrı hiss eləyiriksə biraz yuxarıya doğru gedə bilərik. Yavaş-yavaş qalxırıq, çox ehtiyatla. Əllərini yavaş-yavaş aşağıya indir. Pəncəni qaytar yerinə və eyni hərəkəti əks tərəfə eləyirik.